Salam dəyərli kanal izləyicilərimiz, xoş gördüklərinizi. Sizinlə mən Faiq Məmmədov. Birinci sualımız belədir. İki perpendikulár müstəvinin ilk öncə iki perpendikulár müstəvi çəkməliyik. Hər birindən kök 5 məsafədə yerləşən. Yəni buradan burada kök 5-dir. Buradan burada kök 5-dir. Və bizə deyir ki, bu müstəvilərin kəşmə xəttinə qədər olan məsafəni tapın. Bu nöqtədən bu müstəvilərin kəşmə xəttinə qədər olan məsafə olacaq nə? Kök 10. Nəyə görə? Çünki burada bərabər yanlı düzbucaqlı düzbucağa əmələ gəlir və katetlər kök 5-dirsə, hipotenuz olacaq kök 5-in kök 2 misli, yəni kök 10. İkinci sualımız belədir. ABC çoxluqları verilmişdir. A birləşmə B-nin C ilə kəsişməsi. A birləşmə B bizə nəyi verir, gənclər? A birləşmə B bizə verir 0, 1, 3, 5, 6, 7 və 9-u. Bəs C ilə bunların kəsişməsi? C ilə kəsişmə isə verəcək bizə nəyi? Baxın, bu çoxluğun C ilə kəsişməsi 1-i verəcək, 3-ü verəcək, 7-ni verəcək. Deməli, düzgün cavab olacaq D variantı. Üçüncü sual deyir ki, radiusları 18 və 10 olan iki çevrə xaricdən toxunur. Əgər iki çevrə xaricdən toxunursa, gənclər, onların mərkəzlər arasındakı məsafə radiusları cəminə bərabərdir. Yəni, burada olacaq 18 üstü gəl 10, 28. Dördüncü sualımız 9y kvadrat çıx 4 bərabər 0 təyin edir. Buradan 9y kvadratı bərabərdir 4-ə, y kvadratı bərabərdir 4 bölü 9-a. Və buradan y bərabərdir müsbət mənfi 2 bölü 3-ə. Yəni, düzgün cavab B variantıdır. Beşinci sual deməli, təpə bucağı 120 dərəcə olan bərabər yanlı üçbucağa aid sualdır. Oturacağı 16-dır. Təpə bucağı 120 dərəcədir. Yan tərəfini deyir, tapın. Biz bilirik ki, deməli, təpə bucağı 120 dərəcə olan bərabər yanlı üçbucağın yan tərəfi A-dırsa, oturacağı A kök 3-dür. Yəni, bu A kök 3-dür. Buradan A nəyə bərabərdir? 16 böl kök 3. Yəni, 16 kök 3 bölünsün 3-dür. Düzgün cavab C variantı olacaqdır. Altıncı sual belədir. Sinus 33, kosinus 63 çıxılsın, kosinus 33, sinus 63. Bu bizə sinus alfa, kosinus beta çıxılsın, kosinus alfa, sinus beta. Yəni, sinus alfa çıx beta düsturunu verir. Baxın, sinus alfa, kosinus beta çıxılsın, kosinus alfa, sinus beta. Burada alfanın yerinə 33, betanın yerinə 63 dayanıb. Ona görə olacaq sinus 33 çıx 63. Yəni, sinus mənfi 30, o deyir mənfi sinus 30. Çünki sinus tək funksiyadır. Mənfini çıxarır qabağa. Cavab olur mənfi 2-də 1. 7-ci suala baxırıq. Bağdakı ağacların 11-də 4 hissəsi alma, 11-dəki hissəsi armuddur. Qalan hissəsi digər meyvə ağaclarıdır. Digər meyvə ağacları nə qədər olacaq? 11-də 5 hissə olacaq. Çünki bu ikisinin cəmi 11-də 6 eləyir. Deməli, digər hissələrə qalır 11-də 5. 8-ci suala keçid alırıq. Vektorların skalar hasili necə tapılır? Deməli, burada x1, y1, z1-dir, x2, y2, z2-dir. Buradan x1, x2 üstəgəlinsin, y1, y2 üstəgəlinsin, z1, z2 şəklində tapa bilərik. Yəni, 4 vur 1, 4 eləyir, 5 vur mənfi 4 eləyir, mənfi 20 və 1 vur 4 eləyir, 4. Düzgün cavab olacaq mənfi 12. 9-cu sual trigonometrik tənliklərə aid sualdır. Bunu yazıram ki, 2 kosinus kvadratı x çıx 3 kosinus x bərabər 0-a. Buradan kosinus x-i möhtərizə xaricinə çıxarsam, 2 kosinus x çıx 3 bərabər 0 alınır. Buradan bir dəfə kosinus x-i bərabər 0 edirəm. Bir dəfə də 2 kosinus x çıx 3-ü 0-a bərabər edirəm. Buradan kosinus x bərabər 1/5 alınır. Bu təbii ki, boş çoxluqdur. Buradan isə kosinus x bərabər 0 tənliyi xüsusi haldır. 0-ı harda alır? 90 üstəgəl, yəni pi bölü 2 üstəgəlinsin pi k-da. Yəni, bizim tənliyimizin həlli olduğu x bərabərdir pi bölü 2 üstəgəlinsin pi k. Yəni, Y variantı. 10-cu sual ehtimala aid sualdır. Deməli, A, B, C, D, E, F nöqtələri bir düz xətt üzərindədir. Bu nöqtələrdən təsadüfən seçilən iki nöqtədən birinin çevrəyə aid olması. Birinin çevrəyə aid olması isə bir aiddir, deməli, digəri aid deyil. Bizdə deməli, burada 5 nöqtə var gördüyünüz kimi.
Bu 5 nöqtədən aid olması 5-də 2-dir. Çünki ikisi çevrənin üzərindədir. Aid olmaması isə 4-dən 3-dür. Aha. Birinci aid oldu, ikinci aid olmadı. Burada isə deyir ki, birinin aid olması, digərinin aid olmaması, yəni sıra nömrəsini verməyib deyə 2-yə vuracam. Nəyə görə? Burada mən yazdığımda birinci aiddir, ikinci aid deyil. Digər variant birinci aid deyil, ikinci aiddir ola bilər. Ona görə vururuq 2-yə. Və buradan alınır nə? 6 böl 10, yəni 0,6 və ya 3 böl 5. Düzgün cavab olacaq A variantı. 11-ci sual. Sadə xətti bərabərsizlikdir. 2x üstəgəl 8 çıx 6 kiçikdir 4x üstəgəlsin 8-dən. Buradan mənfi 2x kiçikdir 6-dan, x də böyükdür mənfi 3-dən. Çünki mənfiyə böləndə bərabərsizliyin işarəsi dəyişir. 12-ci sualda isə x-ə mənfi 13,5 verirəm. Kök altında 10 çıxılsın, 4 vurulsun, mənfi 13,5. Yaxşı. Deməli, 4-ü mənfi 13,5-ə vuranda eləyir 54. Olacaq kök altında 10 üstəgəl 54. 64-dən də kökünə çıxır, 8 çıxır. 13-cü sualımız müxtəsər düsturudur. Açıq B-nin kvadrat şəklində yazılıbdır. Deməli, bunun açanda olacaq 4-də 1 A üstü 4 çıx hasilin iki misli. Deməli, 2 vurulsun 2-də 1 A kvadrat vur 3B kubu olacaq. 3A kvadratı B kubu üstə gəlinsin 9B üstü 6. Düzgün cavab nə olacaq burada? Düzgün cavab olacaq B variantı. 14-cü suala baxın. Loqaritmik tənlikdir. Gördüyünüz kimi burada 2 üstü 0 nəyə bərabərdir? 1-ə. Onda yazıram loqaritma 3 əsasdan, loqaritma 5 əsasdan x bərabərdir 1-ə. Daha sonra 3 üstü 1 nəyə bərabərdir? 3-ə. Loqaritma 5 əsasdan x nəyə bərabərdir? 3-ə. Daha sonra 5 üstü 3 nəyə bərabərdir? 125-ə. X bərabərdir 125-ə. Oturacağın diaqonalı 5 kökü olan kubun tam səthinin sayısını tapın. Kubun oturacağı kvadratdır. Əgər diaqonalı 5 köküdürsə, tərəfi deməli 5-dir. Tərəf 5-dirsə, kubun yəni tili 5-dir. Onda həcmi nə olacaq? 5-in kubu, yəni 125. Təbii ki, burada kubun bir üzünün diaqonalından söhbət gedir. Kubun öz diaqonalı A kök 3-ə bərabərdir. Yəni tilin kök 3 mislinə bərabərdir. Bu suala baxaq. Bu sualda deməli, loqaritma 2/33 bölünsün, loqaritma 3/33. Bunu mən yazıram ki, loqaritma 33 əsasdan 3 bölünsün, loqaritma 33 əsasdan 2. Gördünüz, surəti məxrəcə, məxrəcə surətə qaldırdım, yerlərini dəyişdim, əsaslan arqumentin. Çıxılsın loqaritma 2 əsasdan 3. Baxın, bunu 33-ləri ləğv eləyə bilərəm mən buradan. Bərabər olacaq loqaritma 2 əsasdan 3 çıx, loqaritma 2 əsasdan 3. O da olacaq 0. Bunu nəyə əsasən elədim? Belə bir düsturumuz var idi. Loqaritma S əsasdan A bölünsün, loqaritma S əsasdan B bərabərdir loqaritma B əsasdan A-ya. Yəni, bu S-lər gedə bilirdi. Ona görə də mən bunu bu şəkildə yazdım. Və yaxud da belə də eləyə bilərdik. İkinci bir üsul deyim. Bunu qaldırardıq surətə. Olacaqdı loqaritma 2/33 vurulsun, loqaritma, bunu qaldıram surətə deməli, 33 əsasdan 2. Buradan çarpaz bunlar ixtisar gedəcəkdi. 3 burada. Olacaqdı loqaritma 2/3 çıx, loqaritma 2/3. Yəni, hansı qayda sizə rahatsa, o ilə da gedə bilərsiniz. 17-ci suala baxırıq. 16 üstü 4 üstə gəlsin 2 üstü 17. Deməli, mən bunu yazıram ki, 2 üstü 4 üstü 4. Yəni, üstə gəlsin 2 üstü 17 bölünsün 2 üstü 2 üstü 8. Bu da bizə verir 2 üstü 16 üstəgəl 2 üstü 17 bölünsün 2 üstü 16. 2 üstü 16-nı çıxardırıq, qalır 1 üstəgəl 2 bölünsün 2 üstü 16. Bunlar getdi, cavab qalacaq 3. 18-ci sualda kompleks ədədə aid sualdır. Deməli, surətdə verilib z kvadrat üstəgəl 4 böl z çıx 2i. Yaxşı, biz bunu necə yaza bilərik gənclər? Biz bunu yazarıq. Surəti z üstəgəl 2i vurulsun z çıx 2i. Bölünsün z çıx 2i. Üstə gəlinsin. Bu hissəni yazıram. Z üstəgəl 4i vurulsun z çıx 4i.
Məxrəcdə də z çıx 4i bərabərdir 24 üstəgəl 16i-yə. Soruşa bilərsiniz, sürət niyə belə yazdım? Sürəti açanda fikir verin. Z üstəgəl 2-ni z çıx 2-yə vuranda olacaq z kvadrat çıx 4i kvadratı. I kvadratı -1-də olacaq z kvadrat üstəgəl 4. Yaxşı, burada ixtisarlar getdilər. Surətdə qaldı 2z üstəgəlin sin 6i bərabərdir 24 üstəgəl 16i-yə. Buradan 2z bərabərdir 24 üstəgəl 10i-yə. Z də bərabərdir 12 üstəgəl 5i. Deməli, bizdən deyir ki, həqiqi hissə sini tapın. Həqiqi hissəsi neçə olacaq? 12 olacaq. Çünki bu hissə həqiqi hissədir. Bu hissə isə xəyali hissədir. İ də xəyali vahiddir. 19-cu suala baxırıq. Deməli, həcmi 45 kub metr olan hovuzun 18 dəqiqə ərzində su ilə doldurulması qrafiki göstərilmişdir. Suyun axma sürətindən kiçik olduğu zaman aralığında hovuzun neçə faizi dolmuşdur? Qrafikdən gördüyünüz kimi, baxın, ilk 8 dəqiqə ərzində 8 dəqiqəyə nə qədər dolub? 9 kub dolub. Sonraki 4 dəqiqə ərzində, bura 4 dəqiqədir. Deməli, nə qədər dolub? 21 kub. 4 dəqiqə ərzində 21 kub dolub. Və sonraki 6 dəqiqə ərzində nə qədər dolub? 15 kub dolub. Yəni, ən zəif sürət elə ilk 8 dəqiqədə olub. 8 dəqiqə ərzində 9 kub dolub. 9 kub 45 kubun neçə faizidir? 9-u bölürük 45-ə, vururuq 100-ə. Bu da eləyir 20%. 20-ci suala keçid alırıq. Kvadratın diagonalları uzunluğu 6 kökü olan AB parçası üzərində olarsa, hər üç kvadratın perimetrləri cəmini tapın. Təbii ki, burada AB parçası gördüyünüz kimi hissələrə bölsək, yəni hər biri bu verilmiş kvadratların diagonalından, yəni cəmidir, diagonalları cəmidir. Əgər bunların diagonalları cəmi 6 köküdürsə, tərəfləri cəmi neçə olacaq? 6 olacaq. Çünki kvadratın diagonalı tərəfin kökü mislidir. Yəni, mən tutaq ki, buna A, buna B, buna C desəm tərəfinə kvadratların A üstəgəl, B üstəgəl, C 6 olacaq. Bunların perimetrləri cəmi isə olacaq tərəflərin 4 misli. Yəni, 4 vur 6, 24. 20-ci suala keçid alırıq. 20 nəfərdən ibarət turist qrupunda qadınların yaşlarının əldə ortası 24. S qadınların deməli yaşlarını onların sayına böləndə bərabər olur 24-ə. S kişilərin yaşları cəmini böləndə onların sayına bərabər olur 29-a. Ümumi, yəni S qadınlar üstəgəl S kişilər bölünsün M üstəgəl N bərabərdir 26-ya. Bizə deyir neçə nəfər qadın var. Deməli, cəmi 20 nəfər var. Cəmi 20 nəfər varsa M üstəgəl N 20-dir. Yaxşı. Deməli, mən tutaq ki, belə yazsam, S qadınlar bərabərdir 24 dənə, S kişilər bərabərdir 29 M-ə. Və gətirib burada yerinə qoysam, yazsam ki, 24N üstəgəl 29M bərabərdir 26-nı çarpaz vururam ona, 26M üstəgəl 26N-ə. Və buradan alıram ki, 3M bərabərdir 2N-ə. Yaxşı, M-ə onda mən deyərəm 2K, N-ə də deyərəm 3K. Və bunların cəmi 20-dir. Çünki kişi və qadınların cəmi 20-dir də, yəni 20 nəfər turist var. 2K üstəgəl 3K bərabərdir 20-yə, K bərabərdir 4-ə. K 4-dür, mən deməli kişilərə M demişdim, qadınlara N demişdim. Bizdən qadınları soruşur. Onda qadınlar 3K-dır, 4 dəfə 3 olacaq, yəni 3 vur 4 olacaq 12. Deməli, qrupda 12 qadın, 8 kişi var imiş. 22-ci sual tənbölənə aid sualdır. Üçbucaqda bilirik ki, tənbölənin çəkili tərəfi yan tərəflərlə mütənasib hissələrə ayırır. Onda, baxın, CD-nin DB-yə nisbəti 3-ün 5-ədir. Bura 3K, bura 5K-dırsa, onda bu hissənin də bu hissəyə nisbəti, yəni 3M-in 5M-ə olacaq. Deməli, AB 30-dursa, buradan çıxır ki, M 6-dır və bura 18 olacaq. Bu hissə 18-dir onda. Bu tərəf 18-dir. Bizə deyir ki, perimetr ABC-ni tapın. Yaxşı, 30, 18 buradırsa, CB-ni taparıq Pifaqor teoreminə əsasən.
Deməli, bura 5M, bura 3M-dirsə, bura 4M-dir. Bura da olacaq ona neçə? 24. Çünki M6 tapmışıq. Onda perimetri bərabər olacaq. 18 üstəgəl 24 üstəgəl 30-a. Bu da bizə verir nəyi? 72-ni. 23-cü sualda ədədi və həndəsizliyə aid sualdır. Deməli, Euler-Venn diaqramında ədəd çoxluqlarından olaraq artan AN və B-nin həndəsizliklərinin bir neçə həddini özünə saxlayır. Deməli, bu çoxluqların ortaq elementləri 16 və 24 hədləridir. Bunlar bu hər iki çoxluğun ilk iki həddidir. Yəni, tutaq ki, A1 bərabərdir. A1 bərabərdir 16, A2 bərabərdir 24-ə. Və bizə verib ki, A7 M-dir. A7-ni tapmalıyıq. Buradan D bərabərdir 8-ə. A7 bərabərdir A1 üstəgəlinsin 6D-yə. Yəni, 16 üstəgəlinsin 6 vur 8. 48-in üstə 16 gələn neçə eləyəcək? 64 eləyəcək. Deməli, bizim M-imiz oldu nə? 64. Daha sonra biz həndəsizliklər şəklində baxsaq, B1 bərabər 16, B2 bərabərdir 24-ə. Buradan Q nəyə bərabərdir? 24 bölü 16, yəni 1,5-ə. Bizə deyir ki, indi B5-i tap. B5 də bərabərdir. B1 vurulsun, Q üstü 4-ə. Bu da bərabər olacaq. Deməli, 16 vurulsun. 1,5 yazıram, 2-də 3 üstü 4. Belə daha rahat olacaq bizə. 16 vurulsun, 81 bölünsün, 16. Bundan 16'lar getdi, qaldı 81. Deməli, B5-imiz də, yəni N-imiz də 81-dir. Bunların cəmi də olacaq 145. Mən burada hansı düsturlardan istifadə edim gənclər? 1. AN bərabərdir A1 üstəgəlinsin N çıx 1 vur D düsturundan. Ədədi silsilənin N cəhdinin tapılması düsturundan. Bir də BN bərabərdir B1 vurulsun, Q üstü N çıx 1 düstur. Yəni, həndəsizliklərdə N cəhdinin tapılma düsturundan. Təbii ki, D də, Q də, onu da bilirsiniz necə tapılır. Onların ümumi düsturu da var. D bərabərdir AM çıx AN bölünsün M çıx N-ə. Q isə bərabərdir, belə yazırıq, Q üstü M çıx N isə bərabərdir BM bölünsün BN-ə. İmtahana az qalıb, ona görə düsturları təkrarlayın, əsas düsturlardır. 24-cü suala baxırıq. Y bərabər x kvadrat çıx 4x üstəgəl 8 funksiyası verilmişdir. Deməli, bunun qrafikinin koordinat başlanğıcına nəzərən simmetrik çevrilməsi. Baxın, ilk öncə biz bunun təpə nöqtəsinin koordinatlarını tapmalıyıq. Deməli, bunu yazıram. Y bərabərdir x çıx 2-nin kvadratı üstəgəlinsin 4. Düzdürmü? Deməli, bunun təpə nöqtəsinin koordinatları nədir? 2 və 4-dür. Yəni, buradadır və Y qoxunlarda kəsib 8-də kəsib. Yəni, bu şəkildədir. Parabolamız bu şəkildədir. Bunu koordinat başlanğıcına nəzərən simmetrik çevirəndə nə olacaq? Deməli, gəlib buradan -8-də kəsəcək. Və təpə nöqtəsinin koordinatları olacaq nə? -2, -4. Və bu şəkildə bunu qurmaq lazım idi. 25-ci sualımız silindrə aid sualdır. Deməli, şirniyyat mağazası nümayiş üçün tort maketi hazırlayıbdır. Bunun üçün silindr formalı 3 qutu üst-üstə qoyulubdur. Silindirlərin oturacaqlarının radiusları 4, 2, 1 nisbətindədir. Yəni, böyüyün radiusu 4K, 2K və kiçikdə də nədir? K-dır. Yaxşı, deyir ki, hündürlükləri isə ortadakı silindrin oturacağının radiusuna bərabərdir. Bunların hər birinin haşı 2K-dır. Yəni, haşları nədir? 2K-dır, 2K-dır. Deyir ki, maketin həcmi, ümumi maketin həcmi 5250 pi kub santimetr olarsa, maketin hündürlüyünü tapın. Birinci silindrin həcmi nəyə bərabərdir? Ümumiyyətlə, silindrin həcmi düsturu S bərabərdir pi r kvadratı h-dır. Yaxşı. S deyirəm, özür istəyirəm. V bərabərdir pi r kvadratı h-dır. Onda biz ümumi həcmi tapmaq üçün başlayaq kiçik silindirin həcmindən başlayaq. Deməli, V1 bərabərdir pi vurulsun k kvadratı vur 2k. V2 ortancıl bərabərdir pi vurulsun 2k kvadratı vur 2k.
V3 bərabərdir. Pi vurulsun 4k kvadratı vur 2k. Buradan ümumi həcm, yəni üçündə cəmi olacaq nə? 2k kubu pi üstə gəlinsin 8k kubu pi üstə gəlinsin 32k kubu pi. Və buradan bizim həcmimiz nəyə bərabər olacaq gənclər? Həcmimiz bərabər olacaq 42k kubu pi bərabərdir 5250 piyə. Yaxşı. Mən buradan piləri ixtisar aparsam, qalacaq k kubu bərabərdir nəyə? K kubu bərabərdir 5250-ni də böləcəm 42-yə. O da bizə verəcək 125-i. Deməli, buradan k nəyə bərabərdir? 5-ə. K-mız 5 isə, hündürlüyümüz bizim 2k idi. Olacaq 10. Diqqətinizə görə çox sağ olun gənclər. Suallarınız olsa rəy bölməsinə yaza bilərsiniz. Sizdən dediyim kimi xahişim odur ki, imtahana qədər düsturları təkrarlayasınız. Çünki sonra peşman olacaqsınız ki, biz bəzi düsturları vaxtında təkrarlamadıq, imtahanda bizə problem yaratdı. Sağ olun, gələn görüşlərə dək.